Hər kəsə salamlar. Mən bəzən videoları başqa məqsədlə çəkirəm, amma sonra videolar məndə bir başqa ideyalar da yaradır. Dünən qızlarla gəzməyə getmişdik, müxtəlif videolar çəkdim. Yol gələndə yolun kənarında bir ana itlə balalar gördüm. Balalar insan görən kimi təhlükə sanırlar da, ümumiyyətlə yad hər bir şeyi, özə baladılar. Kolların arxasında gizləndilər və başladılar hürməyə. Biri ümumiyyətlə hündürdən hürməyə başladı. O qədər güldüm. Yəni itlərin, balaların, küçüklərin bu hürməsi çox tatlıdır. Vay o gündən dedim ki, insan sifətli, dırnaqçıq içindəki itlər hürməsin bizə və dedim ki, Tanrı bizi elə virtual aləmdə saxta profillər açıb, müxtəlif hərflərlə özlərinə profil açıb, əxlaq keşikçisi edən, əxlaq keşikçiləri olub insanlara ağıl verən, ondan sonra öz toksik enerjilərini tökən, insanların şərrindən və böhtanından qorusun dedim. Real həyatda da üzdə gülüb, arxada hər cür eybəcərlikləri edən insan sifətli məxluqlardan qorusun. İtlərin hürməsi isə, balaca küçüklərin hürməsi isə insanda həm gülüş yaradır, həm də çox tatlılıq. Əsas olan zəhərli insanların, əzik insanların bizdən uzaq olması. Ne var? Çık çöl oradan. Çık. Çık oradan.